Baş sponsor Lake City Yaşayış Kompleksi. Sponsorlar Oba Marketlər şəbəkəsi, Çayka Şirniyyat məhsulları, Trend vitaminli içkiləri. Gel işte Kargıdalı. Kargıdalı. Fırın o taraftan gel kardeşim. Var kabakta yer var. Gel işte Kargıdalı'ya. Kargıdalı'ya bak. Pişmiş qarğıdalı neçəyədir? Pişmiş Kargıdalı 1 manata. Çox bahadır. Bişməmişi neçədir əmi? Məzələnsən məndən. Pişməmişi necə yetsən? Pulum çatmırdı, bişməmişi alın bəlkə. Ala yeri cəndim. Olar bax. Səni tanıyıram, ay səni porsuq. Səni tanıyıram. Ha, gel. Olar baxın. Olmaz da dadına necə baxmaq olar? Belə Al. üstünə baxıram da əmi. Bax, gördün. Sənin meşə porsuğu. Meşə porsuğu. Porsuq. Gel işte Kargıdalı, gedən dəli siqnal vurur. Hələ bir saxla bir də Kargıdalı al da. Gel işte Kargıdalı ya. Of, buna bak. Bah. Gel Kargıdalı ya. Herkese salam olsun. Lezzet axtarışındayıq. Bu dəfə yolumuz yenə də Azərbaycanın çox gözəl bölgələrindən birinədir. İsmailiyədir yolumuz. İsmaildə yadınıza gəlirsə biz qışda malakanları çəkmişdik, onların qış mətbəxini. Və orada həmin vaxtda danışmışdıq ki, inşallah yayda da gəlib sizi yay əhval ruhiyyəsinə çəkəcəyik, ləzzət axtarışı olaraq. Və bugün də elə yolumuz İsmailiyədir, İvanovkaya. Orada bizi Valentina xanım gözləyir. Qəşəng bir süfrə açıb bizim üçün. Amma yolla gedə-gedə gözümə bir şey toxundu. Daha doğrusu mənim gözümə yox, onların gözünə. Ha? Kargıdalı. Bilirsiniz ki, hamıya tanışda Şamaxı yolunda yay, qış burada Kargıdalı olur. Elə bizim də gözümüzə sataşdı deyənə, yenə deyirəm, mənim yox, birinci bunlar. Mən də dadına baxın birinci. Nedir ha bu? Adamsan, adamlığın olsun, bu bir yeri çəkirik. Bu birinci mən bir dənə. Çıx kadrdan. Kardeşim, necəsən? Bizim komanda biraz qarınqılı komandadır. Baxım hələ Kargıdalı. Bəh, kameranı bux vurdu həmən dəqiqə. Qəşəng. Kardeşim, ondan ayrıca bunlardan əlavə qardaşıma 3 dənəsini qoyub. Yiyim, amma qarnımı da çox doydurmaq istəmirəm, nəfsimə də sahib çıxa bilmirəm. Çünki orada da bizi yeməklər gözləyir axı. Valentina, gəlirik. Amma bir dənə Kargıdalı yiyim, sonra tərpənək. Bəh. Bu yerlər çox məşhur yerlərdir də. Azərbaycanda, deməli, Hacıqabul yolunda da var uşaqlar, Şamaxı yolunda da. Onlar məndən qabaq yedilər. Hərəsi 3 yiyiblər, indi mən bir dənəsini birinci yiyirəm. Çox dadlıdır. Bu da yayın bir növ istirahatidir də. İstirahətə gedən hansısa bir bölgəyə, rayona, yol qırağında inanmıram ki, elə adam olsun ki, desin, ya yox, yemirəm, keçir, gedir. Çünki bu Kargıdalı satılan yerlər çoxdur. Hamısı bu Kargıdalının dadına baxır, sonra gedir. Üzü Qəbələ, İsmailli, Nəmməqə, Ağsaqıdala, hamıya nuc olsun. Biz də gedirik İsmailliyə. Valentina bizi gözləyir. Getdik.
Artıq İsmail dayı gedirik İvanovkaya. Valentina xanım bizi gözləyir. Amma dedi ki, Müşü gələndə mütləq Qənaətin məkanına deyin və mənim hədiyyəmi alın. Biz də gəldik Qənaətin məkanı obamızdan alışverişimizi elədik, gedirik İvanovkaya. Hər bir xalqın özünə məxsus mətbəxi var. Və Malakanların da özlərinə məxsus çox maraqlı mətbəxləri var. Orada bir yemək var, biz keçən dəfə qonaq olanda demişdilər, amma bişirmədilər. Ona dedilər ki, gələn dəfəyə 7-8 saata bişir o yemək. Bugün məhz onu bizim üçün hazırlayıblar. Gəldik, çatdıq İvanovkaya. Artıq Valentina xanımın qapısındayıq. Bax, ora Valentina xanımın evidir. Malakanlar haqqında keçən verişdə danışmışdım. Malakanların tarixi, necə köç ediblər bizim ölkəmizə, neçənci ildən yaxşı illər bizim ölkəmizdə. Onların muzeyini də getdik, gəzdik, kolxozları ilə tanış olduq. Yəni, və s. Yəni, Malakanlarla artıq biz tanışıq. Yeməklərindən də yedik ötən verişimizdə. Amma maşallah olsun, onların da mətbəxi o qədər geniş idi ki, tam verişə sığışdıra bilmədik. Dedik ki, inşallah yayda gələcəyik, qalan yeməklərin dadına da onda baxarıq. Biz bundan qabaqki gəlişimiz orucluq ayına düşmüşdü. Yadınızdadır, bilmirəm, yadınızda deyil. Yeməkləri də bişirdik, hətta yeməklərin dadına onlarla bərabər axşam baxdıq. İvanovkada Malakan borçu. Bugün ancaq yiyəcəm. Yəni, tam rahatçılıqla bir-bir yeməklərlə sizi tanış edəcəm, sonra da onların dadına baxacağım. Salam əleykum, çox sağ olun. Və hər dəfə olduğu kimi bu dəfə də məni duz çörəklə qarşılayırlar. Lay. Valentina! Hey, Katuşa. Girmi sarı. Polisiya. Oy, Valentina! Hoş gelmişsiniz. Çok sağ olun Valentina. Səni bir daha görməyə xoş oldu mənə. Necəsən? Salam, necəsiz? Yaxşı. Yaxşı? Allah. Əla? Yaxşıyam. Süper. Şimdi bir tiket çörek götürürsünüz. Bitkən. Nə qədər istəyəm o Ha, götürürəm. iste o. İsti. Bu biz sizin kürədə bişirdi, ha? Ben pişirmişim. Sən bişirmisən o Malakanların özünün peçində. Salim. Duzu. Duzu. Solü? Sol. Da. Batırma. И кушаем. Necə? И Koşka? кушаем. Ha, kuşayım. Ha, bunu kuşkana da. Bilməm. Это тебе не кошка. Dedim mən pişiniyə deyirəm bu. Сейчас пусть поест. Давай ye. Yeyim buna. Ben bir şey göstereyim sana. Nece? Biraz tuzu çox oldu amma. Aha, Valentina, qəşəng belə xudmani, ləzzətli həyatınız var. İndi mənə denə görüm. Valentina, bizim üçün nə hazırlamısan Malakan mətbəxindən? Ben bugün pişirmişim, значит, Aha, пельмени. filmin. Kartof etle. Kartof ətlə, yəni adi belə kartof. Hayır. Yok, kartof içinde orada hama var, kaymak, süt, yağ, böyle bir şey, Rus peçin içinde. Süd, yağ, kartoşka, ət. Et yanında. Sonra piraşki iki cüt. Birinci kartoşkayla, ikinci yumurta, soğanla. Piraşkinin üstündə yumurta. Yumurta, soğanla, ha. Biz Ha, yay bax. vaxtında hem şeyleri. Bax, sevirəm də belə qeyri-adiliyi də. Ala. Amma o yumurtalı ki var, məsələn, Nə? o yumurtalı piraşki yemisiniz uşaqlar? Yox. Heç birimiz yeməmişik. Yumurta içində piraşkinin yumurta qoyurlar. Da. Yəqin onu necə qoyur? Bişirib qoyurlar, yoxsa Pişirip koy. Qaynadıb qoyurlar. Qaynadırsan, xırda doğrayırsan, soğan, yumurta qaynadılır, sonra doğranılır. Yumurta, soğanla
xırda eləyirlər, sonra da qarışdırırlar. Qızardırlar. Niyə qızartmırlar? Qızartmırlar. Soğan təptəzə olur. Görərsən, proba elərsən. Ondan bir dənə yeyərdim. Yeyərsən. Sonra bəs nə var? Mən bir Sonra- sənə bayaqlarda anonsunu verdim. Dedim ki 6-7 saatdan 8 saata bişən bir yemək. Qulağı pişirmişəm onu. Nə qulağı? Biz yə vaxtında pişirməmişik. No sizə görə mən pişirmişəm bu gün. Hətta bizə Rus peçin içində. hətta bizə ürəyindən gələni də, işinin dibindən gələni də demisən bizə, xəbərim var ondan. Asimə yazıq Asim sözlərin hamısını götürüb özünə 2 gündür verilir. Mən buna 8 saat vaxt ayırıram. Bəs töründə? Niyə, prosta Axır ona hava istidir də, onu Qışda yana bişirlər. yana qarışdırırsan. Yana. Vay da piş. Vay, sen de gözlüsən nəsən? Ay ya, la balasına bak. Piş. Да. Кошка. Вон этого свинья. Ha? Сиамский, вон сиамский кот. Siyams. Oo, buna bak hala. Buna bak. Oy. Buna bu bakışlardan bak. Bu nedir o? Семен. Bu ne Simon? Pişik hıyar yiyir. Da? Yer. Sen Yemə, de. onu ver. Ben Yazıq yesin. Bax, xarıqlayıb xiyar ver onu. Xiyar ver onu. Git çörək ver yesin. Xiyar ver, xiyar istəyir. Ay kız çörək ver köşəsində. o. Xiyar Ay, ver. Ya hıyar göm yiyir. Valla tam səmimi deyirəm. Həyatımda ilk dəfədir görürəm ki, pişik xiyar yeyir. Yəni ilk dəfədir. Ver onu. Piraşki. Oo! Горячие пирожки. Горячие пирожки. Ay hala isti piraşki. Burada qulağa. Oo, məşhur qulağa budur. Bu Yaba, doğrudan namara yaba. alayım. Ya bax. Ya. Bəh. Necə? Meyvelerden üç meyve var, biri de balam yeməli. Bəli. Bura dəhşət İstidir. istidir ya. O için jarka deli İndi bir. fikirləş, belə peç evin içindədir. Onun üstündə yatıblar. Burada yer var. Prosta indi orada yer var. Onun içində yatırlar. Ha, bu isti olanda o üstündə. Sovet vaxtında o 200 il qabaq nə Ha, yavaş. Bizim nənələr, babalar Aha. soyuq dəmən olanda. Soyuqdan olanda çıxıb orada yatır. Onu yandırıblar. Yox, üstündə yox. Bu xəstə Babu. adam onun içində, peçin içində uzandırırlar. Adam orada biraz Soyuq dəymə yoxdur. yatır. Bax nənələrdən soruş. Bildim, məni aldadı bu isti yay günlərində. Salarsan o pesin içinə. Salaram. Ha? Salaram. Abi Valentinadan qorxuram mən. Orada indi nə var? İndi. İsti, qaynar. Orada nədir belə baxaq ona? Bu ət, Aha. Nədir o? Nə? bu malatin. Aha. O da başqa bir yeməkdir. Bu başqa bir yemək. Biri də gizlədib tapa bilmir. Tamam. Biri də uzaqdadır. Hara salmısan onu? Yandı üstündə. O nə qəribə maraqlı yeməklər bişirib Valentina bizim üçün. Super yeməklər bişirib. Sağ olay Valentina. Ağzımın suyu getdi buna da. İyə bax. Belə. Oo, nə gözəl ocaq iyi gəlir buradan. Bəh. Onda Valentina,
Mən istəyirəm ayaq üstü bir dənə piraşkini, o yumurtalı piraşkinin dadına baxım. Hamımız bir yerdə baxaq. Ondan sonra bu yeməyin dadına baxaq. Oturaq hamımız bir yerdə dadına baxaq. Ha? Yaxşı. Sonra da növbətlilərin. Yumurtalı malakan piraşkisi. Ay Allah, ay. Горячие пирожки. Горячие пирожки. Горячий piraşki. Bu hansı yumurtalıdır, hansı yumurtasız? Hey. İdi. Gel bura. Gel bura. Gel bura. Sen adın nedir? Leonid. Aydat. Mən keçən dəfə gələndə balaca uşaq idi. Leonid, sən nə böyle oğlan olubsan? Ay Leonid, bir ilə. Xoşa gəlir? Вкусно? Да. Да? Что это? Пельмени. Ha? Пельмени. Çok böyük. Hala obursuna bax, indi gələcəm onun yanına. Göygöz. Kösam mənim. Piraşki хочешь? Да. Да. Ha. Paralı onu. А зубов нету. A qızı sənin qabaq zubaların. Dişlərin hani, dişlərin. Выбыли. Bıbılı. Bıbılı yani ki düşüb. Düşüb. Əla. Kişi adamsan. Ona bir dənə ortadan böl gör yumurta var onun içində. С чем пирожки у тебя? По пирожок попал. Aha. Yumurta. С картошкой. Heç kartoşka. Buradan ya. Evet, yumurta bu. Да. Bakın. Bu yumurtalıdır. Да. Aa, yumurtanın ağları gördüm içində. İlk dəfə olaraq dadına baxacağam. Yumurtalı. Желание загадай. Arzu tutum. Tuttum arzumu. Слышь, Çox böyük arzudan, bilmirəm o piraşka onu nə qədər təsir göstərəcək o arzuya. İlk dəfə yumurtalı piraşki İvanovkada. Gel gel Asim gel. Tatlıdır. Kusna. Да. Yumurtalı. Mən ümumiyyətlə hər səhər yumurta yeməyi sevirəm. Özdə özüm bişirirəm. Öz tavam var, köhnə tavadır. Anam nə qədər deyir ki, onu atacam, mən demişəm ki, mən də sənin təzə aldığın tavaları avarıb gizlədəcəm, tapa bilməyəcəksiniz. Onu mənim tavama dəyməyib, qoxusuz adı köhnə. Sovet. Да, да. Именно tatlı olur. Yəni onda dadlı ol. Mən hər gün səhər yeməyi zaptırır. Səhər yeməyi yəni yumurta bişirirəm. Yumurtanı çox vaxt göy-göyərtini edirəm. Göy-göyərtini qızardıram. Kökü kimi. Amma biraz fərqlidir. Göy-göyərtini orada doğrayıb qızardıram, sonra yumurtanın üstünə tavada. Aha. Orada qarışdıram, yeyirəm. Elə bil ki, həmin dad var burada. Yumurtanı düzdür. Bunlar qaynadıb doğrayıblar. Göy-göyərti ilə qarışdırıblar, malakanlar. Ha, ev yumurtası da, ha, da. Onun dadına biraz bənzətdim. Bu göy-göyərti ilə, maraqlı, çox dadlıdır. Yəni piraşkidən adam belə dadı gözləmir də. Piraşkidən gözləyirsən ki, kartoşkanın dadı gələcək, amma bu kartoşka deyil. Нет, картошка orada hiçbir yok. Böyle. Ya Bakıda sanırsa belki yer asaq. Yumurtalı kartoşka. Valentina'nın yumurtalı kartoşkası. Yumurtalı piraşkisi. Yaxşı, bəs bizim mənim klientlər burada. Mən burada pişirirəm. Burada nənələr gəlir, nə bilim uşaqlar gəlir, alırlar, yeyirlər. Yenə burada bişirirsən də, Asim gəlir. Səhər Asim tezdən, gəlir, tezdən yeyir. 100 dənə yığır, gətirib Şəhərə Bakıya. aparır da. Kartoşka piraşkasını belə bişirərlər də. Bax, yəni içində kartoşkanı görə biləsən. Yoxsa bəzi yerlərdə kartoşkanı qoyurlar piraşkinin ortasına. Ay Allah, krasavitsa. Oy Allah, bunu gözlədi. Adı nədir? Алла. Алла. Allah. Алла. Allah
Allah! Allah sen özün saxla, Allah! Siz də atasısınız. Bəli, bəli, mənim adım Vadimdir. Vadim, xanımlar nəsə biraz Azərbaycanca danışıqda biraz çətinlik çəkirlər, amma mən baxdım ki, Vadim sərbəst danışır. Vadim, sən də Malakansan da? Yox, mən Malakan deyiləm, mən Bakılıyam əslində. Aa, Mənim Bakılısan. yoldaşım Malakan. Aha, milliyyət. Əsl Rusam. Hə, milliyyət Rusan da. Bəli, bəli, Rusam. Bakıda doğulmuşam. Bakıda doğulmusan. Bəli, bəli. Ay, ata-ana Rusdur. Bəli, Onlar bəli. Bakıda yaşayıblar əvvəldən. Əvvəlcə, bəli. Ay, sağ ol. Aha. Valentina 2 gündür mətbəxdən çıxmır, çünki soba içərdədir. Hər tərəfdə bağlı, qıpqırmızı olub. Bizim üçün 2 gün bu yeməklərə əziyyət çəkib. Valentina, onun üçün də deyirəm ki, sən bu istiyə belə tab gətirənməzsən. Gəlib yenə buz kimi trenddən içəsən, ondan sonra özünə gələsən. Hı? Vıpayım. Выпьем. Qoy mən sən açım. Oo, çok sağ ol. Valentina xanım. Bonjour. Siz də trendə qoşulun. Yalnız oba marketlərdən əldə edə bilərsiniz trend içkisini. Mütləq. Oy, oy, Valentina, что это? Bu nədir? Это пельмени. Bilmenim. Probiyersiniz. Əlbəttə ki. Valentina, Bəli. bu qışda da, yayda da olur. Ürəyim nə vaxt istəyir. Ha, yəni bu ancaq qışda yeri, bunu ancaq yayda yeri Niye yoxdur. kışta da o вообще o geçin gidecek. İsteyemeydi. Amma yayda da bişirsiniz. Bilirsən necə belə. Aha, Belə. belə. Vay, vay. Bu nədir bu? Qaymaq. Qaymaq? Ha. Это qaymaq. Sizin adınız oldu İmya? Tatyana. Tatyana. Alina. Galina xanım. Pilmenli, sonra o bu hazırladığın nədir? Başqa yeməklər Nə? var da. Kartof. Kulaqa. Hı. Pilmenli, kulaqa. Ümumiyyətlə də bu Malakan mətbəxində çoxlu yeməklər var. Hə. İndi adlarını tam deyə bilmirəm. İllərdir siz bunu bişirirsiniz, düzdür? Ben. Bəs yaxşı, siz Azərbaycan mətbəxinə müraciət edirsiniz. Məsələn, Tatyana xanım, siz Azərbaycan mətbəxində məsələn üç bacı dolma. Var. Ne var? Biz dolma pişiririk. Aha. Üzüm yarpaqlar. Kələm dolması. Ha. Üç bacı. Üç bacı. Biz bunu da Edirsiniz. edirik. Конечно, edirik. Обязательно. Mütləq. Və yaxşı, sən bir dənə bir şey deyim. Sən ləvəngi düzəsi bilirsən, tavuk Ləvəngi sonrasında bişirin. Pişirə bilərəm. Ləvəngi düzə. Oyda maraqlı olar, Malakan sayağı. Ləvəngi. Nə istəyirsən mən pişirə bilərəm. Siz necə bişirirsiniz evdə? Конечно. Aha. Да, мы кутабы делаем, Var. yarpaq dolması делаем. Onda Azərbaycan mətbəxindən hansı yeməyi məsələn bəyənirsiniz? Люля кебаб. Lülə kebab. Да, нравится. Aa, да. şaşılıq. Dolma. Ну, шашлык. Dolma. Yarpaq Dolma. dolma. Обожаю. Bəs Yarpaq dolması, lülə kebab. baxım hələ bunun dadına. Уже. Oh. Tak. Üzündən görsəniz ki, o gün kustayım. Fərqli millət nümayəndəsi bişirəm də, həmin dəqiqə fərq eləyir. Yox, mən sən deyim, bax. Вот eyni produkt zat. Götür. Mənə ver, nə bilim, kimisə ver. Biz eyni yemək pişirərik, amma başqa dadı olacaq. Bəli. Çünki burada Mən başqa cür pişirəm, o başqa əl, əl duzu var. Тем əl более duzu. əl, правильно. Да, И да. ürək, əl, Bəli. Sən yeməyə serçabı verirsən, конечно. ürəyi versən, bəli. Bu böyük düşbərədir. Да. Söyleyeyim. Haydi.
Turşu xiyar. Bu da Valentin xanım balı. Bunu da özün hazırlayırsan. Ha, конечно. Tamam. Mənim Bundan da- podvaldadır. Sənin padvalında. İndi bunu padvaldan çıxartdın bu Ha, ankanı. конечно. Qışda özü üçün hazırlamışdı yeməyi, biz onu götürdük yedik, yürsən. Necə, Valentina, filminizi bəyəndiniz? Ой, очень. Вкусно? Очень вкусно, очень, очень. Daha deyim, bu yaman ya. Doğrudan çox xoşuma gəldi bu filmin. Mən bunu qışda da yemişdim burada. İndi yayda da yedim. Valentina xanım dedi ki, bizdə yay-qış fərqi yoxdur. Bu yeməklər ürəyimiz nə vaxt istəsə yedik. Çox dadlıdır. Oy, 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 oy. İndi hamı qaçacaq ki, gedim pilmenlə alım bişirmə. Sənin əllərinə sağlıq, Valentina. Süperim. Çox sağ ol. Vadim, bizdə Azərbaycanda belə bir dənə bir şey var. Biz yeznə deyirik də, deyirlər ki, qızını alıbsa, o adama yeznədimiz deyir də, yeznə gəldi. Yezinə gəldi. Hə, yeznə də həmişə qaynana gidə gələndə, qaynananın bişirdiyinə başqa cür baxır da, deyir, şirin mama. Aşağı. Mama, yəni Mama deyirik. saxırlı mama. Bu da şirin mama da. o da. Şirin Şirin mama. mamadır. Ha, mama, evet baba şirin mama. Mənim qaynanamdır. Mama, qaynana. Qaynananın bişirdiyi nəsə şirin olur da qardaşlar. Həm belə deyirlər ki, qaynana şirin mama bişiribsə bu o üçün kusnaya da bu daha dadlı olacaq. İndi sən mənə denə görüm. Bəh. İsmailliyə gələndə Bəh. Deyərəm hamısı. denən. İsmailliyə gələndə bax İvanovkaya. İlk Anna dəfə xanımın anası, tam ki Anna xanım özü bişirəndə sənin üçün bu yeməklərdən. ən yaxşı dadlı yeməklərdən biri idi. Odur ki, mən ilk dəfə İvanovka gələndə Aha. yedimlə birinci növbədə lapşa. Oh, lapşa. Çox qəşəng yemək. Sonra isə ət qaynadırlar. Bir neçə saat ət qaynadırlar, onu lapşanın yanında verirlər. Sonra isə kartof. Kartof Rus peçi var. Rus peçi var. İndi yeyəcəyik onu. İnşallah da indi Aha. bəlkə də yedik onu. Kartof. Kartof. Kartof bişirirlər o həmən Rus peçin içində. Ümumiyyətlə ruslar kartoşka çox yeyirlər, çox bəyənirlər kartoşkanı. Müharibə vaxtında Aha. çörək nə olub buradan göndəriblər müharibəyə. Ha, çörək. Burada da nə qalıb, xırda kartof nə Ha, insanlar qaynadırlar, ondan yeyirlər yeyirlər. də. Da doyurlar, nə var. Ona görə də kartoşka çörək kimi Da çörək sayılırdı. kimi də, çörək yerində. Ay sağ ol. Deməli o dediyin yeməklər sənin ən sevdiyin yeməklərdir. Hər dəfə də gələndə burada səncə bişirirlər onu. Həmişə yox, yenə də bişirirlər də. Kartof qızarması adi Azərbaycan yeməkləri, Azərbaycan mətbəxləri də bişirirlər, onu da yeyirik. Soslar. Çünki bu Azərbaycanda belədir ya. Yəni yeznə gəldisə, Ay, sağ ol. yeznəyə başqa cür qulluq eləyirlər. Əlbəttə ki, ət qızartması, nə bilim, kartof qızartması. Qalina xanım, bu yeznə gələndə necə hazırlıq görürlər? Когда зять приходит, что ты ему готовишь? Ой, и блинчики готовлю. Что он любит? И все, что он любит, всегда, пожалуйста, всегда все. Голубцы. Да, голубцы Это он любит. Kələm dolması. Да, Da? да. Bəs Valentina, bəs demişdin ki, sabah. məni də evləndirəcəksən bir dənə Malakan qıza, göy-göz qız. Göz. Neçə yaşa qədər qız olmalıdır? Yaşı nə qədər olmalıdır? Də o olsun da, nə bilim. Olsun da 40 yaşında, mən 40 yaşındaydı, 20 yaşında qız gedəcək, getməyəcək. Nə olub mənə indi gül kimi oğlanla başım, saçım belə qapqara yerində. 25-30 arası. 25-30 arası burada heç kim yoxdur. Uje 2 dənə uşaq var. 3 dənə uşaq var. Ya, elə istəmirəm. Oba plus, soda plus, bu da plus. Bu da plus. Oba Plus'ta yeniliklər davam edir. 1-31 iyul tarixində sizi yaddaşınızla sınayacağım. Oba Plus mobil tətbiqində yepyeni bir oyun. Oyuna qazan. Deməli nə edirik? Oba Plus mobil tətbiqini yükləyirik və tətbiq içində oyun mərkəzinə daxil oluruq. Və başlarını vururuq
Oyun çox maraqlıdır. Kartları eyniləşdir və bonus qazan. Nə qədər sürətli olsan, o qədər də çox bonus qazanacaqsan. Günlük maksimum 5 aylıq 50 manat qazana bilərsən. Daha nə istəyirsən? Qazandığınız bonusları rahatlıqla kassada xərcləyə bilərsiniz. Oba plus, o da plus, bu da plus. Bu da plus, o da plus. Alışveriş zamanı Oba Plus mobil tətbiqini oxutmağı unutmayın. Buyurun qardaş. Çox sağ olun. Ay qardaş, bazarlıq qaldı. Üzr istəyirəm, başım qarışıb oyuna. Sağ olun. Bu da plus, o da plus, o da plus. Осенью, летом, весной и зимой мы соберемся шумной гурьбой и за хмельным широким столом, как повелось, песню споем. И за хмельным широким столом, как повелось, песню споем. Мы будем петь и будем жить, и для любви откроем сердца. Будем друг другу радость дарить, и будем жизни радоваться. Будем друг другу радость дарить, и будем жизни радоваться. Кто-то всю жизнь денег копил, пуще всего богатства любил. Ниточка жизни очень тонка, только и взял, что 2 пятака. Ниточка жизни очень тонка, только и взял, что 2 пятака. Мы будем петь и будем жить, и для любви откроем сердца. Будем друг другу радость дарить, и будем жизни радоваться. Будем друг другу радость дарить, и будем жизни радоваться. Bu cür gözəl ifadan sonra çayla, hələ yeməklərimiz qalıb ha. Arada bir dənə çayla. Çayka necə gedər? Qəşəng Valentin, gedər. Qəşəng gedər. Qəşəng. Hansına verim sənə? Bax, qəşəng çaykanın vafilləri var, belə buna Oo, bax. nə qəşəng. Sonra karamella. sizə hansına verim? Təçən xanım, hansına? Be. Necə ola bu? Şonka. Çayın yanında nə olmalıdır? Çayka. Valentina, ki очень хорошая. Geldim. Valentina. Çörek getireyim. Çörek. Valentina, doğrudan da çörək verən qızdır. Valentina, bu günləri sən doğrudan da çox əziyyət çəkmisən. Haqqımı bizə helal eyle Valentina. 2 gündür sən bizim üçün hazırlıq görürsən. Doğrudan bu yeməklər gec bişən yeməkdir. Ən gec bişən yemək var, indi onu sizə göstərəcəm. Onun hazırlama prosesi biraz uzundur. Amma xahiş eləmişdim ki, Valentina, nə olar onu bizim üçün elə. O quru meyvələrdən hazırlanan bir yeməyi. Valentina, neçə saat çəkdi onu bişməyə? Dünəndən. Dünəndən məşğulsan o yeməklə. Dünən başlamışam, bugün... Yaxşı, indi o yemək, indi yesək, desək ki, onun dadı belə də, ondan 2 gün əziyyət çəkmişsən. Попробуй. Nə? Nə? Mən demişəm. Demirsən. Yaxşı. Onda gəl bundan başla, burada nədir? Bunun adı nədir? Malakanca. Это kартошка. Просто kardeş. İçi yox, içi qaymaq, süd, yağ. İştiniz o qazanın içində deməli. Buranın sən. Аза с картошкой, çok kaymak, çok yağ. Bir də süd. Süd. Bir də süd. Süd ev. Да, Домашний. Biraz da süd. да. A, Картошка, Yok. азаз. Süd, malako. Da. Немножко. Bütün yeməklərdə olur. Sizdə просто malakan onu öyrədilən. Malakanlar malako çox içir deyəsən. Yox.
onlar sözlər elə bil süd kimi təmiz. Ha. Как молоко. Da. Ona göre malakan deyirlər. Da. İçən deyil, sözlər süd kimi da təmiz. Ama sizin çoxlu yeməklərdə süd var axı. Süddən istifadə İşte süd yemək də. Yemək də, ay yaxşı Yemək də. yeyirsən. Ha, belə də şimdi mənim nəyim maraqlayın. Südün üstünə dalaşacaq ha. Onsuz da bax, Dalaşaq. beyni çölüm. Valentina. Dalaşaq. Valentina. Bax, bunun üstünə ət də qoyuruq da, ha. Üstündə ot qoyacağım idi. Bu maraqlı yeməyə oxşuyur ha bu. Nəsə maraqlı yeməyə oxşuyur. Приятного аппетита! Nuş olsun. Nuş olsun. Nuş olsun. Nuş olsun. Nuş olsun. Çok sağ ol. Çox sağ olun. İndi ye bunu dadına baxaq. Bu sənin hazırladığındır. Da. Da. Görə bunun dadına baxaq, gör nə var, nə yox burada. Necə? Dadı necə oldu? Əla. Mən gözləyirəm bunu. Ha, bunu buradan. Deməli bu lakan yeməyi. Bu da onun ət parçası. Aha. Bunu da bunun üstünə. Aha. Bunu belə yeyə indi dadına baxaq. Necə? Yeməyin adını demir ki. Ət də kartof. Nədir? Nə yeməyə oldu? Məsələn üçün Yox. doğaya necə deyirlər? Bilmirəm. Bunun da adı olmalı da. Heç demirsən necə oldu. Bir özüm baxacağam. Mən sakit yandımsa, deməli o yemək o qədər dadlıdır ki, məni qoymur danışmağa. Başa düşdün? Bax bu yeməkdə tərkibində ət, kartoşka, süd, nə bilim, nə qədər şey saydım bunda. Yox. Aha. Görsən hamı sakit yanıb. Hamı sakit yanıb. Deməli, kuş nerede? Очень вкусно. Да. Поэтому молчим. Ay sağ ol. Поэтому ona görə sən malçıyım. Ne, maraqlısı odur ki, ət heç nəsizdir. Ancaq qaynadılmış ət. Qaynadılmış aşağı. Yəni duz ola bilər biraz, amma qalanları heç nə yox. Heç nə yox. Maraqlısı odur, təmiz. Başqa heç nə vurulmayıb. Heç nə vurulmayıb. Ancaq ət qaynadılıb, üstünə də duz. Amma kartoşkanın dadı bilinir ha. Kartoşkada süd olması, yağ olması o bilinir. Bu yemək çox dadlıdır. Valentina, Bəli. ver o xəşildir, nədir, nə hazırlamsan o. Nədir onun adı? Ulaga. Ulaga. Kulaga. Yox, Kukudita muka. Bunu ye tutaraq sonra Bu verərəm. şeyden yani. Oxşadı o. What is the name? O yemək Belə pastor elədim. alawami uyaqaqamba eqaqala. İsmail'de bugün güzel hava var. Biraz arada yağış çiskinlədi. Sonra da düzeldi. Buludlu havadır. Çok sərin bir havada çöldə oturmuşuq. Bu məşhur malakan yeməyini, o ki, o gezbeşən yeməyimiz vardı, onun dadına baxacağıq.
Nəhayət, ay Valentina, yetişdi toy axşamı. Durun, yandırın şamı. Gəlinə bəzək vurun, gəlir oğlan adamı. Buyurun, ay Valentina, eşq olsun Valentina. Bəh, bəh. Bu nədir? Kulak. Kulaka. Kuru meyve de. Kulaka. O çok pişiyor, ona göre renk değişir. Ver biraz. Popробуем это bu yemək. Yəni ki, ilk dəfədir bu yeməyin dadına baxacağım. Elə də tərcümə edirəm ki, На середину, давай. Да, конечно, не каждому. belə qırğın rusca danışır və tərcümə də eləyir elə. Так, вот сюда поставим. Бурачный кто доедает? Proses çok uzundur böyle. Uzun proses. Ağır, çok ağır. Ha, indi bu Probeler. uzun prosesin dadına baxacağım. Krem kimi olur? Она очень белая, полезная здесь, да, потому что здесь все витамины в Sağlam сухофруктах. Aa, Sağlam olacak. Сухофруктах все витамины. içəridə hamısı vitaminlərdir. Bak burada Aha, nə var içində? evet, armut, armut, alça, alma, kişmiş, garagavalı. Ну как? Очень, очень вкусно. Qəşəng. Чай настоящий. Onu her adam pişirmez bize. Bilirsən nə dadı verir bu? Ne? Cənublular biləcəklər. Bizdə səməni bişir, səməni. Səməni halvası. Вот, да. Наподобие, да. Да. Aa, səməni Semeni halvası, bu semeni eləyirlər, sonra Da. da. Bunu da əvvəl semeni eləyiblər. Onun Onu səməni də nasıl- gec bişir. Da. O da 5 saat, 6 saat, 10 saat. Вот ona görə bu. Deyirəm, bax, mən səməni halvasını çox sevirəm. Həddən artıq yəni çox sevirəm də. Onu biraz soyuducuya qoyursan, o sərin olur, sonra onu çayla, o super olur. Ona görə də bu mənim çox xoşuma gəldi bu dad. Çox. Полезно, очень полезно. А, еще там Очень, зугал и тер. Тер как бы. Bu uşaqlar Салфетку дать. ola bilər hansısa yeməkdə biraz şişirdib balaca deyərəm ki, ola bilərdi, o da hər şey olmur. Bugün yediyim ən dadlı yeməkdir bu. İnanın səmimiyyətimə, bütün yeməklər dadlı idi. Сегодня Король он. Да, Первое самое место. лучшее, да, да. Da. Первое место, Очень правильно. Вкусно. O Yani ne kadar çok kalır, tatlıdır. bu kadar çok tatlı olur. Ona göre. o qaysı, maysı. Ha? Zoğal. Zoğal da orada var. Zoğal, qaysı, hamısı o necə Asım bişirlər. zoğal, zoğal. Kley kimi. Кишмиш, алча, всё. Алма, армут. Все. Eyvah. Çok очень, Не, на самом очень деле, у вкусно. меня- Очень. Bugünün şah yeməyi kilogram. bu mənim üçün. Çox möhtəşəm. Əslində bu yeməyi axıra saxlamamın bir məqsədi vardı ki, əvvəldə yemək istəmədim ki. Ola bilər ac qarnı adam deyər ki, ha çox dadlıdır falan. Bu qədər yeməyin üstündən bu yemək o qədər dadlı gəldi mənə. Yəni inanılmaz da. Çox super. Kostочка есть. Bu Alça içinde Alça. kostочка var. Ha, kostочка var. Top. oy. Ürəyim sənə istədi. Doğru. Təzədən mən özüm üçün sağ olsun Valentina xanım mənim üçün qoydu yenə bu yeməkdən. Mən bunu davam edəcəm çayla. Malakan mətbəxinin dadına baxdıq. Yəni bu gün bizim üçün doğrudan da möhtəşəm bir gün oldu. Necə keçdisə artıq hava da qaralmağa başlayıb. Əslində yay vaxtıdır. O qədər mehribansılıq dedik, güldük, kamera arxasında da danışdıq, söhbət elədik. Buranın yenə də tarixindən, bilmədiyimiz şeylərdən o qədər danışdıq ki, o qədər maraqlı keçdi bu gün. Valentina, Bəli. spasiba. Пожалуйста. Balaqadaryu. Və bizim də sponsorlarımız var. Qənaətin məkanı. Hər cibə uyğun. Getdikcə sayı artan ölkəmizdə maşallah olsun. Artıq 2000-ə çatmışıq. Bəlkə də 2000-i keçmişik. Bilmirəm, tam məlumatım yoxdur. Oba Marketlər şəbəkəsindən hədiyyəmiz var sizə. Yaşa. Hər şey bir dənə Obadan hədiyyələr gətir. Ay sağ ol.
Vay vay bana vay. Vay vay bana vay. O tarafı da oraya koy. Getir gelin, getir. Oy. Obamızdan hədiyələrimiz və bizim dadlı, ləzzətli çayı onsuz fikirləşə bilmirik. Nədir o? Çayka! Çayka şirniyyatlarından. Baxın sizə hədiyələrimiz var. Və bizim növbəti sponsorumuz vitaminli trend içkiləridir. Onu da deyim ki, trend içkilərini yalnız Oba Marketlər şəbəkəsindən ala bilərsiniz. Gəlsin trendimiz. Bəli. Bəli. Nas trend vitaminli trend içkiləri. Bu bizim trend içkiləridir. Bu da sizindir. Özünüz bölüşdürərsiniz. Belə. Bu gün də belə yekunlaşdırdıq Malakan mətbəxi ilə. Hansı ki yeməkləri çəkməmişdik, onları çəkdik, sizə göstərdik. İnşallah növbətlərdə görüşərik. Amma Anna xanımın nəsə sözü var deyiz. Ha, Anna xanım? А теперь у нас для вас тоже есть подарок. Это наш натуральный домашний мед. Miyud? Мед. Nədir miyud? Bal. Bal. Təbii Bal. Balı kimi görən olacaq. Təzə may balı, çiçək balı. Oo, Anna xanım, təşəkkür edirəm sizə. Minnətdaram. Bəh. Təzə may balı. Siz gələ bilərsiniz, ala bilərsiniz. Tərtəmiz. Pesok yemir də bu. Sol yemir də bu. Yo. Только вчера откачали, свежий. Dünən hazır eləyib. Təşəkkürümü bilirəm. Təşəkkür edirəm. Попробуйте. Təşəkkür edirəm. Çox sağ olun hədiyyə üçün. Valentina, Bəli. təşəkkür. Spasiba. Pожалуйста. Благодарю. Thank you very much. Baş sponsor Lake City yaşayış kompleksi. Sponsorlar Oba Marketlər şəbəkəsi, Çayka şirniyyat məhsulları, Trend vitaminli içkiləri,